Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə 504 kitabından 10-cu dərsin izahını verəcəm. Əvvəlcə burada sözləri görürsünüz, sözlərin sinonimlərini görürsünüz. Hər zamanki kimi sinonimlər bilirsiniz ki, vacibdir. 10-cu dərsi işarələmişəm. İndi isə keçək dərslikdən izahına baxaq. Əvvəlcə sözlərin izahına baxırıq. Birinci Excel. Bu, deməli, biraz daha böyüdüm, sizə rahat olsun görmək. Aha, bu üstün olmaq, daha yaxşı olmaq mənasında istifadə olunur. Məsələn, nümunələrə baxacağıq. Because he was so small, Larry. Larry çox balaca olduğuna görə idmanda üstün ola bilmədi. Və yaxud da ikinci cümlədə in swimming. Aha, ən azından, at least. Ən azından Hana üstün olduğunu bildiyi üçün özünü təhlükəsiz hiss eləyirdi. Üzgüçülükdə, üzməkdə üstün olduğunu bildiyi üçün özünü təhlükəsiz hiss edirdi. Və Clarence Darrow'dan danışır. Clarence Darrow prominent lawyer, tanınmış bir vəkil olmaq istəyirdi. Lakin əvvəlcə texniki elmini öyrənməkdə üstün olmalı olduğunu hiss edirdi. Yəni, deməli, nə olmaq istəyirdi? Hüquqşünas olmaq istəyirdi. Lakin əvvəlcə tarix elmini öyrənməkdə üstün olmalı. Yəni, onun üstünlüyünün tarix elmini öyrənmək olduğunu hiss edirdi. Sonra gəldi feminin, bu qadınlara, xanımlara, qızlara aid deməkdir. Məsələn, when my sister wants to look feminine, she changed from... Aha, deyir ki, bacım qadın sayağı görünmək istəyəndə cins şalvardan çıxıb don geyinir. Yəni, xanım kimi görünmək istəyəndə belə deyək. Sara xala həmişə feminine viewpoint, yəni qadın baxış bucağı deyək buna, qadın baxış bucağını təqdim edə bilir, göstərə bilir. Mənim qardaşım kədərli filmdə ağlamağa utanır, çünki insanlar onun qadın sayağı davrandığını düşünə bilər. Buna görə utanır ağlamağa. Daha sonra gəldik mount sözünə. Mount, to get up on, bu nə deməkdir? Bir harasa dırmaşmaq, minmək, çıxmaq mənaları var. Birinci cümlədə məsələn, Congressman John çıxış etmək üçün platformaya çıxdı. Öz nitqini təqdim eləmək üçün platformaya çıxdı. İkincidə watchman növbətçi deməkdir. Növbətçi, if there were any people in the vicinity, yaxınlıqda adam olub, yaxın ətrafda adam olub olmadığını görə bilmək üçün qalaya çıxdı. Və mənim bacım, so they gave her pony instead. Bacım ata minə bilmədi, buna görə də ona midyeli verdilər onun yerinə. Compete isə rəqabət aparmaq, başqalarının da istədiyi bir şeyi almağa çalışmaq, rəqabətdə olmaq, yarış halında olmaq kimi tərcümə eləyəcəyim. Nümunələrə baxanda, məsələn, keçmiş, forma əvvəlki, öncəki keçmiş deməkdir. Keçmiş çempiona tenis tituluna görə yarışmağa çağırış edildi. Sonra, the runner was reluctant. Reluctant istəksiz olmaq, tərəddüd etmək falan mənasındadır. Yəni, qaçışçı valideynlərinin qarşısında ilk dəfə yarışmaqda tərəddüd edirdi, çəkinirdi. When the amateur became a pro, həvəskar, peşəkar olanda daha yaxşı adamlarla, daha yaxşı kişilərlə yarışmaq məcburiyyətində qaldı. Dread, qorxu ilə gözləmək, çox qorxmaq mənasındadır. The poor student, poor student dreaded going to school each morning. Yazıq şagird, zəif şagird hər səhər məktəbə getməkdən qorxurdu. He had a dread feeling about the challenge he was about to face. Qarşılaşmalı olduğu çağırışla bağlı içində bir qorxu hissi var idi. I dread going into that deserted house. Mən o tərk edilmiş evə getməkdən nə edirəm? Qorxuram. Kimi tərcümə elədik. Masculine isə kişiyə aid, kişi sayağı, kişiyə məxsus deməkdir. Məsələn, oğlan böyüdükcə daha kişi sayağı oldu. Danılmazdır ki, undeniable danılmaz, saqqalı ona kişi görünüşü verir.
The girls like Jerry because of his masculine ways. Aha, qızlar Jerry'nin kişi sayağı davranışlarına görə xoşlayırdılar. Menace isə təhlükə, təhdid mənasında istifadə olunur. Irvin hörmətsizliyi onu valideynləri üçün təhlükəyə çevirmişdi. Make him a menace to his parents. Aha. Sonra the torrents of yağış leysanları fermerlərin məhsulları üçün təhlükə idi. Sergeant Foy's raw language. Sergeant Foy'un sərt dili, sərt danışığı, sərt dili bütün polis idarəsinin nüfuzuna açıq-aşkar nə idi? Təhlükə idi reputasiyasına. Tendency isə meyl, istiqamət, müəyyən yönə hərəkət deməkdir. Algebra teacher. Mənim riyaziyyat müəllimim şagirdlərin adlarını unutmağa meyillidir. Yəni bu meyil, istiqamət, meyilli olmaq falan bu mənada istifadə olunur. His tendency was to work hard. Onun meyli səhərlər çox işləmək, sonra isə günortadan sonra dincəlmək idi. The tendency in all human beings. Bütün insanlarda yaşamağa çalışma, try to survive, yaşamağa çalışma, sağ qalmağa çalışma meyli var. Daha sonra gəldi underestimate. Bu nə deməkdir? Bu dəyəri, miqdarı, gücü az hesab eləmək deməkdir. Məsələn, I admit that I underestimated the power in the bulky fighters frame. Etiraf edirəm ki, bulky fighters, yəni böyük görsənən kök mənasındadır. Döyüşçünün bədənindəki gücü az qiymətləndirmişdim. Yəni bu dəyərləndirmək, daha doğrusu olduğundan az dəyər vermək mənasında istifadə olunur. Daha sonra, gəldik digər cümlələrə. İkinci cümlədə undoubtedly şübhəsizdir. Şübhəsiz ki, rəhbər işçinin çalışma qabiliyyətini az qiymətləndirdi, yəni dəyər vermədi. Evimizin dəyəri at least $2,000, ən az $2,000 az qiymətləndirilibdir. Yəni öz dəyərindən ən az $2,000 az qiymətləndirilibdir. Victorious isə qalib gəlmiş, zəfər qazanmış deməkdir. New Jersey'də oynayaraq Jest komandası ardıcıl 2 qalib gəldi. Terry faced the challenge with the bad attitude. Terry qarşılaşacağı çətinliyə qalib gələ bilmərəm münasibəti ilə yanaşdı. Yəni belə bir münasibətlə yanaşdı ki, o qalib ola bilməz. Our girls volleyball squad. Qızlar voleybol komandamız daha hündür rəqib komandaya qarşı qalib gəldi. Sonra numerous isə çox sayda, saysız hesabsız deməkdir. Tənqidçilər hər həftə çoxsaylı filmləri, saysız hesabsız filmləri nəzərdən keçirirlər. Dr. Fisher had resisted. Dr. Fisher bir neçə ev ziyarətində kasıb qadından pul almağa müqavimət göstərdi. Burada isə on numerous house, bir neçə evdə, çox evlərdə kimi tərcümə eləyək biz bunu, çox evlərdə. Sonra davam edirik. The debater müzakirəçi deməkdir. Müzakirəçi iddialarını sübut etmək üçün çoxlu sənədlərdən, dokumentlərdən istifadə elədi. Flexible isə elastik, əyilə bilən, razılaşmaya meyilli, yəni situasiyaya uyğunlaşa bilən, uyum göstərən və s. kimi tərcümə olunacaq. The toy was flexible, yəni oyuncaq elastik idi, körpə onu asanlıqla əyirdi. Remaining flexible, çevik olaraq Nick hər iki tərəfin argumentlərinə qulaq asdı. Yəni çevik olaraq necə? Uyumlu olaraq da həm onu dinlədi, həm bu birisini dinlədi. Yəni hər ikisinə uyum göstərdi mənasında. Siçanın elastik bədəni ona dar yerlərdən keçməyə kömək edir, imkan yaradır kimi sonuncu cümləndə tərcümə eləyəndən sonra keçirik burada mətnin tərcüməsinə. Bed on the blonde. Mətnin tərcüməsində bir qədəri gözləyün, zəhmət olmasa. Qayıtdı yerinə. Gəlin baxaq. Burada söhbət nədən gedir? Ümumi söhbət qadınların at yarışlarında iştirak eləməsindən.
Ümumiyyətlə, şokey minici, atçı, ata minən adamdan söhbət gedir. Bunu elə şokey olaraq deyəcəm. Can women excel as jockeys in big time horse racing? Aha, illər əvvəl yarışlarda qadınlar da, yəni ə, at yarışlarında bir minici kimi yarışa bilirmi? Qadınlar böyük at yarışlarında jokey kimi uğur qazana bilərmi? Birinci cümlədə bundan söhbət gedir. Years ago, illər əvvəl yarışlarda qadın zərifliyi qadağan olunmuşdu. Lakin indi ölkə boyunca hipodromlarda qadınlar atlara minir, kişilərlə rəqabət aparır, kişilərlə yarışır. Onların bir çoxu bu ideyadan, many of whom, hansı ki onlardan bir çoxu bu fikirdən, bu düşüncədən qorxurlar. Yəni kişilər nəzərdə tutulur ki, qadınlar indi ölkə atlara minirlər, kişilərlə rəqabət aparırlar, yarışırlar, kişilər də bundan qorxurlar. Onlar their masculine image, onlar düşünürlər ki, onların kişi sayağı imaginə bu təhlükə yarada bilər. Təhlükə ola bilər, təhdid ola bilər, belə deyim. Also, some of the weak argument that females are. Aha, burada deyir ki, həmçinin bəzi zəif arqument irəli sürərək qadınların yarış pistində təhlükəli olduğunu, onlar üçün təhlükə olduğunu belə deyirlər. But as we all know, amma hamımızın bildiyi kimi, qadınların gücünü az qiymətləndirmə meylə qarşı durmaq lazımdır, qarşı çıxmaq lazımdır. Yəni, qadınların gücünü underestimate nə idi? Layiq olduğundan az qiymət vermək, az dəyərləndirmə tendensiyasına we should resist, biz gərək qarşı çıxaq. Bir neçə qadın jokey artıq çoxsaylı yarışlarda qələbə çalıblar, qalib gəliblər. Və bu çox güman ki, kişi jokeyləri qəzəbləndirən səbəbdir. Inner rage, yəni qəzəbləndirən səbəbdir. It would be wise, flexible in their attitudes toward women athletes. Aha, kişilər qadın idmançılara qarşı münasibətlərində daha flexible, yəni uyumlu deyək belə, çevik deməyək, daha uyumlu, yəni daha qəbul eləsələr, daha uyumlu olsalar, bu daha nə olardı? Daha müdrik bir davranış olardı. Daha ağıllı bir hərəkət olardı kimi tərcümə etdik.